Salamlar. Bugün Rufo'ya hazırlaşırıq seriyasının 4-cü bölümü ilə qarşınızdayam. Bugün Rufo 2020 final suallarını həll etməyə çalışacağıq. Aşağı yaş qrupu sualları bu cürdür. Həmçinin onların balları ilə birlikdə 5, 10, 15, 20, 25. Yuxarı yaş qrupu sualları isə bu cürdür. 5-dən 25-ə qədər veriləcək. Siz də əgər sualları yoxlamaq istəsəniz, aşağıda açıqlama bölməsində Drive linkindən PDF-i indirib işləyə bilərsiniz. Həm də maraqlı bir fakt verim. Bu mənim ilk dəfə iştirak etdiyim Rufo idi. Yuxarı yaş qrupu mənim özümün həll etdiyi suallardır, yəni imtahan vaxtı. Gəlin çox vaxt itirmədən keçək sualların həllərinə. Sualı başlamazdan öncə daha çox şagirdin yararlana bilməsi üçün çox istəyərdim ki, kanala da abunə olasınız və videonu da mümkün qədər paylaşasınız. Video izləyicilər nə qədər böyüyərsə, abunələr sayı nə qədər çox böyüyərsə, videolar da o qədər tezliklə kanalımıza yüklənəcək. Bütün final sualları ilə birlikdə. Tamam, bu suala baxaq. Deyir 13 dənə kəsir yaradırlar. 1, 2, 26-dan hərəsindən bir dəfə istifadə eləməklə. Deyir maksimum neçə dənə kəsirin qiyməti tam ədəd olar. Gəlin 26-dan başlayaraq kəsirləri yazaq və altdakı ədəd maksimum dərəcədə bunu bölən ədəd olsun. Məsələn, 26-nı ən böyük bölə biləcək ikinci ədəd kimdir? 13. 25-i ən böyük bölə biləcək ədəd kimdir? 5. 24-ü bölə biləcək ən böyük ədəd kimdir? 12. 23-ü bölə biləcək ən böyük ədəd 1-dir. 22-ni bölə biləcək ən böyük ədəd 11-dir. Sonra 21-i bölə biləcək ədəd 7-dir. 23-ün 10. 19 üçün elə bir ədəd yoxdur. Biz o halı yazaq 19 bölü 17 kimi bunların ikisinə də toxuna bilmirik. Yəni bunlar heç cürə tam ədədə gəlib çıxa bilməyəcək. Buna baxacağıq. 18 üçün 9. 10. 6 üçün 8. 15 üçün 5-i işlətmişik artıq. 3. 14 üçün 2. Başqa ədəd qaldı mı? Səhvim yoxsa qalmadı. Qalan 2 dənə ədədimiz var. Deməli, burada neçə kəsir var? 12 dənə, 12 vur 2, 24 ədədi işlətmişik. 6 və 4 yerdə qalan ədədlərimizdir. Maraqlı bir şey yaranır burada. 6 və 4-ü bir-birinə bölüb tam ədəd ala bilmirik. Amma əgər bu 6 ilə bu 12-nin yerini dəyişsəm, yəni bu 12-nin yerinə 6 yazsam və bu 12-ni də bura gətirsəm, artıq 12 bölü 4 bizim tam ədədimiz olacaq və bir dənə də ədəd qazanmış olacağıq. Buradan çıxan nəticə odur ki, biz 12 tam ədəd ala bilirik. Almaq olur. Bu da bizim konstruksiyadır ki, bəli, həqiqətən də 12 dənə də tapmaq olur. Bəs yaxşı, 13 dənəsinin tapmağın olmadığını necə ispat edək? Bunun üçün 23, 19 və 17 ədədlərini yazsaq, bunlardan maksimum birin bölən tapan ədəd tapa bilərik. Ədəd tapılar. Çünki bunlar sadə ədədlər və bunların bir-birini böləcək ədədləri yoxdur. Yəni hər birinin ancaq böləni 1 və 23-dür, 19 və 1-dir, 17 ilə 1-dir. Ona görə bu ədədlərdən ancaq bir dənəsini tam ədəd deyə bilərik. 19 və 17 digər ikisinə isə toxuna bilmərik. Onların da tam ədəd olmadığını bildiyimizdən onları elə bir kəsirdə yazırıq 19 bölü 17 kimi və bir dənə ədəd geriyə düşürük. Ona görə 13 mümkün deyil. 12 dənə ədəd üçün isə cavab konstruksiya bu cürdür. Asan sual idi. Gəlin keçək növbəti sualımıza. ABC müsbət tam ədədlərdir. 2 üstü A faktorial üstü gəl 2 üstü B faktorial C kubuna bərabərdir. Tənliyi həll edin. Əgər biraz araşdırsanız görərsiniz ki, tənliyin bir nöqtədən sonra həlli yoxdur. Bu suallarda taktika nədir? C kubuna aid xüsusi modlar var. C kubu mod 7 və mod 9-da xüsusi qalıqlar verir. Hər ikisi ilə həll mümkündür. Mən bugün mod 7 ilə həllə baxacağam. Bir ədədin kubu mod 7-də 0, 1, 6 qalıqlarını verə bilər. Bir, bunu qeyd edək. İkinci qeyd eləmək istədiyim şey odur ki, əgər A böyük bərabər 3 olanda 2 üstü A faktorial bu ədəd 3-ə tam bölündüyü üçün bu ədəd məsələn 2 üstü 3K kimi yazıla bilər. Hansı ki 8 üstü K'dır və bu da 1 mod 7 verəcək. Mən bunu birazdan işlədəcəm. Ona görə burada qeyd edirəm. 0, 1, 6 və 1 mod 7. İndi həllimizə keçək.
Mənim həllim bu cürdür ki, əgər A ilə B hər ikisi 3-dən böyük bərabər olarlarsa, onda sol tərəf, yəni 2 üstü A faktorial, üstəgəl 2 üstü B faktorial bizə verəcək nə qalığı? Bu da 1 verir, bu da 1 verir, 2 mod 7 verər. Amma 2 mod 7 C kubun verə bilməz. Çünki C kubu ancaq 0, 1, 6 ola bilər. Deməli, bu nöqtədən sonra həll yoxdur. Gözəl. Onda ədədlərdən birini fərz edək ki, biri 3-dən böyük olsun. Birinci halımız bu olsun ki, məsələn, A 3-dən böyükdür. Məsələn, simmetrik həlləri olacaq. Ondan razıyam. A 3-dən böyükdür, deyək B 3-dən böyük deyil. Yəni, B 3-dən kiçikdir. Onda belə bir hal çıxır ortaya. B 2 olarsa, 2 üstü A faktorial üstə gəlinsin 4. Çünki 2 üstü 2 faktorial 2-dir. 2 üstü 2 də 4-dür. Bərabər C kub. İndi C cüt ədəddir. Bundan razıyıq. Sol tərəf cütdürsə, sağ tərəf cütdür. Əgər C cütdürsə, bu verəcək 0 mod 8. Amma sol tərəfdə bu ədəd də 0 mod 8 verir. Çünki A 3-dən böyük bərabərdir. Bu isə 4 verir. Yəni sol tərəf 4 qalıq verir. Sağ tərəf isə 0 qalıq verir. Bu da ziddir. Deməli, B2 olanda həll yoxdur. Oxşar məntiqlə B1 olanda da bu səfər 2 üstü A faktorial üstə gəlinsin 2 verəcək bizə nə? 2 qalıq. Mod 8-də. Hansı ki, yenə də ziddir. Çünki sağ tərəf yenə də 2-yə, daha 8-ə tam bölünür. Deməli, əgər ədədlərdən biri 3-dən böyük olsa, digəri 3-dən kiçik olsa, həll yoxdur. Onda belə çıxır ki, hər ikisi 3-dən böyük ola bilməz, biri 3-dən böyük ola bilməz, digəri kiçik ola bilməz. Deməli, son halımız nədir? A ilə B hər ikisi də 3-dən kiçik olsunlar. Bu halları yoxlamaq da asandır. Yəni 1, 2, 2, 1 və 2, 2, 1, 1 də var və 2, 2 halı var. Bunların hamısını yoxlaya bilərsiniz. Hamısını yoxlayanda görəsiniz ki, ancaq yeganə bu hal ödəyir məsələnin tənliyin. O da eləyir 2 üstü 2, üstə gəl 2 üstü 2 bərabərdir C kubuna. Və buradan da C bərabərdir 2 tapılar. Məsələnin cavabı yeganə həlli 2, 2, 2 olar. Digərlərini yoxlaya bilərik istəsəniz. 1, 1, 1, 2, 4, 6, 8 bunlar şərti ödəmirlər. Asan bir sual idi. Bunun çətin versiyasını yuxarı yaş qrupunda izah edəcəm. Gəlin keçək növbəti sualımıza. Belə bir bərabərsizlik sualı verilibdir. Hərçənd ki, biraz qorxulu görünsə də, bu sualın biraz asan bir həllini sizə göstərəcəm. Deməli, 3 dənə bu cür ifadə, bura saykilik yazılmaq unudulubdur. Yəni, 3 dənə bu ifadənin oxşarı toplanılanda 3-dən kiçik bərabər olmalıdır. Əgər A plus B plus C 3-ə bərabərdirsə. Tamam, isbatı necə olacaq? Biz belə bir məşhur düsturu istifadə edəcəyik. A kvadrat, B kvadrat, C kvadrat böyük bərabərdir 3-də A plus B plus C-nin kvadratı. Məşhur bir düsturdur bu. Və A plus B plus C 3-ün kvadratı 9-dan bura 3 alınacaq. İndi mən bu bir dənə, məxrəcdə 2 dənə ifadə var bundan. Bunun bir dənəsində bu bərabərsizliyi tətbiq eləsəm, məxrəc böyük bərabərdə nəsə olduğu üçün bütün ifadə kiçik bərabər nəsə olacaq. Yəni, məxrəcə böyük bərabər tətbiq eləyəndə bütün ifadə nədənsə kiçik olur. Onda sol tərəf, yəni LHS, kiçik bərabər nə tapılar? A kvadrat üstə gəl 6, gəlin sigmanda yazaq, unutmayaq. Aşağıda alınacaq A kvadrat, B kvadrat, C kvadrat, üstə gəlinsin 2A, 2A'mızda qalsın. Və bir də nəyimiz var? 3-ümüz yarandı. 3 çıx 1 də eləyir 2. Üstə gəl 2. Və burada çox qəşəng bir taktika görünür ki, əgər bu bir dənə B ilə 1-ə, bir dənə C ilə 1-ə ədədi orta həndəsi orta eləsəm, yəni B kvadrat üstə gəl 1 böyük bərabərdir 2B, C kvadrat üstə gəl 1 böyük bərabərdir 2C eləsəm, bütün ifadə kiçik bərabər olar. A kvadrat üstə gəl 6 bölünsün A kvadrat üstə gəlinsin 2. 2B yaranır, 2C yaranır. 2A'mız var, 2A plus B plus C yaranar. Bu da o deməkdir ki, bu ifadə A plus B plus C 6 olduğundan aşağıda da, yuxarıda da A kvadrat üstə gəl 6 alınar. Yəni bu ifadə 1-dir. 3 dənəsinin cəmi də kiçik bərabərdir 3 olar və isbatımız tamamlanar. Bərabərlik halı nə vaxt ödənir? Burada ədədi orta həndəsi orta elədiyimiz kimi A, B, C hamısı 1-ə bərabər olanda ödənər. Çünki B kvadrat 1-ə,
B1 olduqda bərabərdir. Çünki ABC müsbət ədədlərdir. Maraqlı sual idi. Gəlin keçək növbəti sualımıza. Belə bir həndəsə sualımız var. Mən bunu yuxarı yaş qrupu sualından götürdüm. Çünki hər ikisində də sual eynidir. Şərt olaraq. Şərti oxuya bilərsiniz bu arada video dayandırıb. Aşağı yaş qrupunda YN ilə MF-in paralel olduğunu, yuxarı yaş qrupunda isə hər üçünün paralel olduğunu göstərməmiz istənir. Gəlin şəklimizi çəkək və onun üzərində işləyək. Şəklimiz bu formadadır. Deməli, bizə məsələnin quruluşu nə idi? Tənbəl öndən kəsikmə nöqtəsi I verib, bir dənə hansısa D nöqtəsi götürəndə BID-nin xaricinə çevrə çəkirik, Y-də kəsişir. DIC-nin xaricinə çevrə çəkəndə N-də kəsişir, F-də kəsişir. Daha sonra isə M ilə F-i necə qruplar? YDF-in xaricinə çevrə çəkiblər. O da M ilə N nöqtəsində kəsişib. Biz birinci isbat edəcəyik nəyi? YN ilə MF-in paralel olduğunu. Paralel olarlarsa bu nə deməkdir? M, Y, N, F bir trapeziya olar. Əgər trapeziya olarsa bu o deməkdir ki, MY ilə NF bərabərdir. Yəni bərabər yanlı olduqlarını göstərsəm, onların trapeziya olması məcburdur. Çünki səbəbi nədir? Əgər bərabər yanlı olarsa, belə bir şey yaranır. Daha doğrusu MY ilə NF bərabər olarsa məsələ bitər. Niyə? Çünki NF ilə MY bərabər olsa, NF-ə baxan bucaq alfadır. Çünki qövsün uzunluğu NF-dir. Daha sonra bu qövsə alfa desək, həmin alfa burada baxacaq. Çünki bu qövsün uzunluğu da alfa olar. MY ilə NF bərabər olduğundan və YN ilə MF paralel olar. Yəni bunu isbat edəsək məsələ bitər. Onu gəlin isbat edək, problem yoxdur. Birinci isbat edəcəm ki, Y bu çevrənin, xaricinə çəkinə çevrənin mərkəzidir. Tamam. Gəlin bucaqlarımız, tənbölənlərimiz var. BI və CI böldüyü bucaqlara yazaq. Beta. Gəlin o bu şeyin üstünə yazaq, çünki sonra silməli ola bilərəm. Bu beta olsun, bu da beta olsun. Bu olsun gamma, bu da olsun gamma. İndi B, Y, I, D-nin xaricinə çevrə çəkmək mümkün olduğundan bu beta hansı qövsə baxır? ID qövsünə. ID qövsünə baxan digər bucaqda beta olacaq. Çünki xaricinə çevrə çəkmək mümkündür. Eyni qövsə baxan bucaqlar eynidir. Oxşar məntiqlə buranın da beta olduğunu tapa bilərsiniz. Çünki EI-yə YBI ilə YDI söykənirlər. Oxşar məntiqlə buranın da gamma olduğunu tapa bilərsiniz. Yəni, sayklik 4 bucaqlarda, yəni xaricinə çevrə çəkilə bilən 4 bucaqlarda bu qayda ödənir. Bu bizə maraqlı bir fakt verir ki, bu IF ilə, gəlin bunu qırmızı ilə işarələyək, çünki elə işarələyəndə mənə daha maraqlı gəlir. IF ilə ID bir-birinə bərabər imiş. Düzdür? Çünki gamma var. Oxşar məntiqlə ID ilə də EI bərabərdir. Çünki beta var, oturacaqları. Belə bir nöqtə yeganədir. Yəni, bir dənə üçbucaq çəkəndə, məsələn, YDF üçbucağı çəksəniz, o üçbucağın içində yeganə bir dənə nöqtə, I nöqtəsi, yəni onun xaricinə çəkilən çevrənin mərkəzidir ki, hamısında nöqtələrin eyni uzaqlıqdadır. Yəni, perpendikulyar baysektorlarından eyni uzaqlıqda olduğunu göstərmək olar. Çünki bərabər yanlı üçbucaqlardır. Amma bunu isbat eləmək asandır, əlbəttə ki, olimpiadaçı uşaqlarsınız. Tamam. İspat elədik ki, I nədir? Xarici çəkilən çevrənin mərkəzi. Yəni, bu üçü bərabər olduğu üçün. Onda mən bu IN-i də birləşdirirəm. IM-i də birləşdirirəm. Və bunları da bir dənə qırmızı işarət atıram. Çünki onlar bizim radius olacaqlar. Çünki xaricdən çevrə çəkmək mümkün olub. İndi bu ispat nə vaxt tamamlanar? İspat eləsək ki, bu bucaqlar bərabərdir. Yəni, bu bucaqlar, yəni mərkəzi bucaqlar eyni dərəcə olarsa, yəni bu dərəcə ilə bu dərəcə eyni olsa, deməli eyni qövs parçasına baxırmış da bu mərkəzi bucaq. Bunu ispat eləsək məsələ bitər. Zaten NIF ilə EIF bərabər olsa, bərabər yanlı üç bucaqlar olduğu üçün gərək bu bucaqlar da bərabər olsun. Çünki bu dördü də bərabər olacaq. Əgər şərt doğrusu, yəni təpə bucaqları eynidirsə, onların oturacağı bitişik bucaqları da eyni olmalıdır. Və mən buradan nəticəyə gəlirəm ki, əgər göstərə bilsəm ki, məsələn, bu bucağın bir dənəsi buna bərabərdir, məsələ bitər. Və bunun isbatında göstərəcəm ki, MYI NFI-yə bərabərdir. Gəlin onu yazaq. Deməli,
Qırmızı ilə işarətləyim nəyi bərabər olduğunu göstərmək istədiyimi görəsiniz. Bunların bərabər olduğunu göstərəcəm. MYI həm də bərabər nəyə? BYI-yə. BYI nəyə bərabərdir? BYID xaricinə çevrə çəkilə bilən bucaqdır. Yəni, məsələn, bu alfa olsa, bura 180 çıx alfa olacaq. Bura 180 çıx alfa olanda bu bucaq, yəni IDC olacaq alfa. Yəni, bu ifadə əslində IDC-yə bərabərdir. Sizin üçün bir balaca fiqur çəkim. Yəni, göstərmək istədiyim şey nədir? Bu 4 bucaqlının xaricinə çevrə çəkmək olursa, siz yadda saxlamalısınız ki, bu bucaqla bu bucaq eynidir. Və yaxud da bu bucaqla bunun xarici bucağı eynidir. Xaricinə çevrə çəkmək mümkündürsə. Elə bu şəkildə də BYI ilə IDC o pozisiyadadır. Onda gəlin bura bir qırmızı xətt ataq. Tamam. Bir dəqiqə dayanın. IDC ilə də NFI bərabər olmalıdır. Çünki baxsanız ki, bunun xaricinə çevrə çəkilə bilibdir. Xaricinə çevrə çəkilib. Bura alfadırsa, bura 180 çıx alfadır. Onda burada alfa olacaq. Və biz isbat eləmiş oluruq ki, IFN ilə IEM bərabərdir. Onda bu bucaqlar ikisində də bərabərdir. Təpə bucaqları da bir-birlərinə bərabər olacaq. Və buradan nəticə çıxır ki, nədir? MY, gəlin bunu qarayla yazaq. MY bərabərdir NF. Buradan nəticə çıxır ki, yəni istəsəniz bunu çəkə də bilərsiniz. Məsələn, olimpiyadadasınız. İndi bu bəlkə də bariz olmaz yoxlayana. Amma siz bunu da qeyd edə bilərsiniz ki, o zaman MY ilə NF bərabər olanda NYF YFM-ə bərabərdir. Tabi bunu yazmıram çünki siləcəm. Bayaqları izah elədiyim şeyin isbatıdır. Yəni qısaca buradan nəticə çıxır ki, YN paraleldir MF-ə. Gözəl. Bu aşağı yaş qrupu üçün məsələn həllidir. Yəni aşağı yaş qrupu bunu həll eləsə, isbat eləsə 10 bal, 15 balını almış olacaq. 15 ballıq sualdır. Bəs yaxşı. PQ nə məsələdir? PQ YD ilə BI-nin kəsişməsidir. İC ilə də FD-nin kəsişməsidir. Yəni bunun isbatı biraz daha çətin görünə bilər. Çünki xəttləri uzatmaq biraz problemlidir. Amma isbatı mən sizə rahatlıqla göstərəcəm. Tamam. İndi isbat eləməliyik ki, PQ ilə də YN bir-birinə paraleldir. Yəni bu 3 xətt paraleldir. Mən YN-dən PQ-nu götürürəm. Necə isbat edəcəm? Birinci claimim odur ki, yəni birinci lemmam deyim, claim deyim. IPQD cyclicdir. Yəni xaricinə çevrə çəkilə bilir. Bunu isbat edəcəm. Necə? Əgər baxsanız bura beta üstü gəl qammadır. Yəni PDQ beta üstü gəl qammadır. İndi BIC üçbucağına baxsanız, bura betadır. Burada qəşəng görünməsə də qammadır. Beta qamma onun təpə bucağı, yəni PIQ nə olacaq? P, bu FDQ-dur. Bu PTQ olmalıdır. PDQ, bu da Q-dur. PIQ isə bərabər olacaq nəyə? Bura qammadır, bura betadır, təpə bucağı 180 çıxılsın. Beta üstü gəl qamma olur. Buradan nəticə çıxır ki, onların cəmi 180-dir. Yəni belə çıxır ki, bu bucaqla bu bucağın qarşı tərəflərinin cəmi 180-dir. Deməli, xaricinə çevrə çəkmək mümkündür, doğru olur. Bəs bu faktı mən nə edəcəm? Mən bir dənə çəkəcəm bu PQ xəttini. Bu bucaq IQ-ya baxır. IQ-ya qamma baxdığı üçün bunu da qamma ilə işarələyəcəm. Qamma görünmür deyə qırmızı ilə işarələyirəm. İndi maraqlı bir şey var. Bu qammadır. Bu qammadır. Bu qammadır. Mən qammanı işlədəcəm. Gəlin betanı da yazaq. Çünki ola bilsin betanı işlətdim. Betadır. Burada betadır. Aha. İndi mən burada maraqlı bir faktı isbat eləyəcəm. Necə? YN-lə deməli, sonraki xəttləri gəlin başqa bir rəhnə işarələyək ki, mən sonradan çəkdiyim bəlli olsun. YN-lə BIN bu arada bir düz xətt üzərində olmaq zorunda deyil. Sadəcə şəkil biraz pis düşüb. Yəni o şəklin pisliyini Allah qarşısın. Bax, şəkli bu cür çəkirəm. Bura bir dənə T deyirəm. Mən əgər indi BI-ni uzatdım, YN-lə kəsişdirdim. İsbat edə bilsəm ki, bax, bura qammadır və Z qaydasına görə burada qamma olduğunu isbat eləsəm, məsələ bitər. O zaman YN-lə PQ paralel çıxar.
Bundan razısınız, ümid edirəm. Yəni bizim məqsədimiz bu YTI-nin qamma olduğunu isbat eləməkdir. Onu isbat eləmək üçün burada bettam var. Burada bir dənə əslində bucaq var. Bunu bilirəm. Bunu tapsam mən buranın da qamma olduğunu isbat edə bilərəm. Bəs sual, necə isbat eləyək ki, bu nədir? Yəni bunu hardan tapaq? Tamam. Onu tapmaq üçün bir dənə claim eləyəcəm. Bura 2 alfa yazaq, gəlin. Bunlar sonradan yazırım. Bura 2 alfadır. Çünki hər təpə bucağı 2 beta, 2 qamma, 2 alfadır. Və üç bucağın daxili bucaqlarının cəmindən alfa, beta, qammanın cəmini 90 tapa bilərsiniz. Çünki 2 dənəsinin cəmi 180-dir. İndi ispat edəcəm ki, AY ilə AN bərabərdir. Biz bayaqları bərabəryanlı trapesiya tapdıq, düzdür? Xaricini çevrə çəkilə bilib. Bərabəryanlı trapesiya haqqında nə bilirik? Xaricini çevrə çəkilə bilən. Bucaqların hamısı bir-birinə bərabərdir. Yəni təpələr bir-birinə, oturacaqlar da bir-birinə. Yəni məsələn, bununla bu bərabərdirsə, həmçinin bununla da bu bərabərdir. Bu bilinən bir faktdır. Bununla bu bərabərdirsə, bizim 3 bucağımızda, bizim 4 bucağımızda bu bucaqla bu bucaq bərabərdir. Onda belə çıxır ki, onların xarici bucağı, yəni bu bucaqla da bu bucaq bərabər olacaq. Gəlin onları qeyd edək yaşıl nöqtə ilə. Buradan nəticə çıxır ki, AY bərabərdir AN. Onda məsələn AYN nə olacaq? AYN olacaq 90 çıx alfa və bu mənə nə verəcək? Daha doğrusu BYT-ni verəcək. Buradan taparam BYT xarici bucağı olacaq 90 üstü gəl alfa. Mənə lazımdır BYT. Tamam. BYT 90 üstü gəl alfadır. Bura betadır. Yəni YBT. Gəlin yazaq. YBT bərabərdir betadır. Mənə lazım olan bucağın adı nədir? YTB. YTB bucağını tapıram. YTB bərabərdir. Digər ikisinin cəmi 180 çıxılsın. Digər ikisinin cəmi. Çünki bu bir 3 bucaqdır. Bir bucağı betadır. Bir bucağı tapdıq 90 üstü gəl alfadır. Digər 3-cü bucağı nə olacaq? Qamma olduğunu isbat edəcəm. 90 çıxılsın. 90 üstü gəlinsin. Alfa üstü gəl beta. Bu bərabərdir 90 çıxılsın. Alfa üstü gəl beta. Əgər indi bu 90-ın yerinə, yəni bu 90-ın yerinə bu 90-ın qiymətini yazsam, yəni alfa plus beta plus qamma. Buradan çıxacaq alfa plus beta plus qamma çıxılsın. Alfa üstü gəl beta bərabərdir qammaya. Hansı ki bərabərdir nəyə? Həmin qamma, bu qamma bərabərdir TPQ-ya. TPQ-ya. Və Z qaydasına görə isbat olundu ki, nədir? YT də paraleldir PQ-ya. Yəni biz ancaq angle changing, yəni bucaqların bir-birinə qırdırılması ilə deyək, tapa bilərik ki, həm YN, həm MF, həm də PQ bir-birlərinə paraleldir. Çox maraqlı bir həndisə sualı idi. Gəlin keçək. Bu hər iki yaş qrupunu da əhatə elədi. Yəni aşağı yaş qrupu və yuxarı yaş qrupunu da əhatə elədi. Gəlin keçək aşağı yaş qrupunun son sualına. Aşağı yaş qrupunun son sualı yenə bir ədədlər nəzəriyyəsi sualıdır və tənlikdir. ABC mənfi olmayan tam ədədlərdir. Yəni bu o deməkdir ki, onlar sıfırdan böyük bərabərdir. İspat bu tənliyi həll edin deyir. Bu tənliyin 3 dənə həlli var. Yəni üçünü də tapmağa çalışaq. Bu tənliyin razısınız ki, bir nöqtədən sonra həll olmayacaq. Əgər B ilə C hər ikisi də böyük bərabərdir 1-dirsə, A böyük bərabər 5 olanda sol tərəf 5-ə bölünür. Bölünər. Sol tərəf 5-ə bölünəndə sağ tərəf 5-ə bölünmür. Çünki 5 7 üstü C-ni bölmür. Onda məsələn həlli olmaz bu halda. Məsələn həlli yoxdur. Həll yoxdur. Tamam. Asan bir hal idi. Bitirdik. İndi biz hansı hala baxaq? A-nın 5-dən kiçik olduğuna, yoxsa B-nin C-nin 1-dən böyük olduğuna? 1-dən böyük olmadığına. Gəlin bu halı baxmaq daha asandır. Ona baxaq. Yəni B-nin 0 olduğu hal var. B 0 olanda A faktorial üstə gəlinsin. Gəlin birinci C-nin 0 olduğu hala baxaq. O da rahatdır. Birinci hal C 0 olduğu haldır. Deyək ki, bu səfər B 0-dır. B 0 olanda A faktorial üstə gəlinsin.
1 bərabərdir 7 üstü c-yə. A əgər 7-dən böyük bərabər olsa, böyük bərabər 7 olsa, sol tərəf 7-yə bölünməyəcək. Yəni sol tərəf verəcək, LHS verəcək bizə 1 mod 7. Sağ tərəf isə verəcək 0 mod 7. Çünki C nədir? 1-dən böyükdür. C 1-dən böyük olduğu üçün sol 7-yə bölünmür, sağ tərəf 7-yə bölünür. Həll olmayacaq A 7-dən böyük olanda. Əgər A 7-dən kiçikdirsə, o hallara baxacağıq hansılardır? 1, 1, 2, 6-ya qədər ədədlər A faktorialın qiymətləri olacaq. Daha A faktorial üstü gəlib 1 olacaq neçə? 1 qoyanda 2, 2 qoyanda 3, 3 faktorial qoyanda 7, hansı ki bizə həll verir. C1 həlli gəlir buradan. Hansı ki bu nədən çıxdı? A3, C1 və B0. 3, B0, hansı ki C1. Biz bu bayaqları bu həlli tapmışdıqmı? Oxşar həll tapmışdıq, amma o həll deyildi. Daha sonra elə həmin həlli tapmışıq deyəsən. Yəni bu fərqli həll sayılmır. Tamam, C3, B0. Daha sonra A3, B0, C1 həllini tapdıq. Eyni həldir. Hansı ki B0 halına bayaq baxmışdıq. Təzədən tapdıq. Başqa həll varmı? Gəlin yoxlayaq. 24 üstü gəl 1, 25. 65 faktorial 120. 120 üstü gəl 1, 121. Ödəmir. 6 faktorial üstü gəl 1, 721. Heç biri məsələnin şərtini ödəmirlər. Və biz bundan da B0 halına da baxmış olduq. Deyə bilərsiniz ki, bu məsələ çox rahat gedir. Yəni, bu formada həll olsaydı nə var idi? İndi maraqlı məsələ odur. B0, C0 hallarına baxdım. Yəni, bunun əksi olan hallara baxdım. İndi baxaq bunun əksi olduğu hallara. Yəni, deyək ki, bu ödənir, amma bu ödənmir. Çünki bu ödənsə zaten həllinin olmadığını göstərdik. İndi maraqlıdır. Üçüncü hal. B ilə C böyük bərabərdir 1-dir və A kiçikdir 5. A kiçikdir 5 olanda birinci gəlin ifadəni yazaq. A faktorial üstü gəl 5 üstü B və bərabər 7 üstü C-yə. A kiçikdir 5 olanda A 1, 2, 3, 4 ola bilər. Amma burada bir nüans var. Bu tək ədəddir, bu tək ədəddir. Deməli, bu ədəd cüt ədəd olmalıdır ki, məsələn, həlli olsun. Onda biz A1 halını avtomatik silə bilərik. A1 halına baxmayacağıq. A2 halına axırda baxacağıq. Çünki məsələnin ən çətin hissəsi A2 haldır ki, siz bunu həll eləyə bilsəniz maksimum bal alarsınız. A3 halına baxaq. A3 halı. Daha sonra A4-dən mi başlayaq? Fərqi varmı? Çox da fərqi yoxdur məncə. A3-ə baxaq. Yaxşı, gəlin A3-ə baxaq. A3 olsa 3 faktorial 6 üstü gəl 5 üstü B bərabər 7 üstü C. İndi əgər məsələyə bunu da elə bir 4 yazaq. A3 halına baxırıq deyək. A3 olanda 6 üstü gəl 5 üstü B 7 üstü C-dir. Mod 3-də baxaq. Sol və sağ tərəfə mod 3-də baxsanız, mənfi 1 üstü B bərabərdir 1 üstü C-yə, yəni 1-ə. Biz buradan taparıq ki, B cütdür. Tamam. Başqa həll varmı? Mod 4-dən mi baxaq? Gəlin mod 4-də də baxaq, görək bir şey tapa bildik mi? Mod 4-də baxsaq, bu 2 verəcək, bu 1 verəcək, 3 bərabərdir mənfi 1 üstü C-yə. Mənfi 1 üstü C, C əgər cüt ədəd olsa 1 olur, ödəmir. Deməli, C tək ədəddir. Biz C-nin tək olduğunu, B-nin cüt olduğunu tapdıq. Gəlin C-nin cüt tək olmağını istifadə edək 2T plus 1 kimi. C bərabər 2T plus 1 kimi. Və 7 üstü 2T plus 1 yazacağım. 6 üstü gəlinsin. Məsələn, B-nin yerinə yazaq. 2 üstü S, 2S bərabərdir. 7 vurulsun. 49 üstü T kimi yaza bilərəm. İndi mən bu məsələnin həllinin olmadığını göstərəcəm. Nə ilə? Siz çoxlu modlar yoxlaya bilərsiniz. 3, 4, 5, 6, 7, 8 heç bir işləmir. Maraqlı fakt odur ki, bu ədəddən qurtulsaq, yəni mod 25 yoxlasaq, görərsiniz ki, bu 0 verir. Bu 6 verir. Mod 25 niyə bizim üçün faydalıdır? Çünki 25 ilə 49 yaxındılar. Yəni mod 25-də baxanda bu 7 vurulsun mənfi 1 üstü T-yə dönüşür. Əla. İndi T haqqında 2 variant çıxır. Əgər T tək olsa, bura mənfi 7 bərabərdir 18 mod 25.
hansı ki həlli yoxdur. Çünki sağ 15-dir, sol 6-dır, 6 üstə gəl 0-dır. Əgər t cütədə də olsa, bu olacaq 7, bu da fərqlidir 6-dan, mod 25-də və məsələnin həlli doğru olmayacaq. Tamam, A3 halı buydu. Əslində mod 25 bizim A2 halında da ödənilmiş, indi fikir verdim. Gəlin baxaq, bunu da x-layaq. A bərabərdir 4 halına baxaq. A4 olanda 24 üstə gəlinsin 5 üstü 2s bərabərdir. 2s yox. 5 üstü. Neçə idi bizim qiymətimiz? B bərabərdir 7 üstü c-yə. Tamam. Oxşar məntiqlə mod 3 verəcək bizə B cüddür. Bayaqki ilə eyni məntiqdir. Çünki 24 ilə 6 ikisi də 3-ə bölünür. Amma bu səfər mod 4 işlədəndə sol tərəf bu bölünür. -1 üstü B. Yine mod 4 eyni qiymətimi verir. Yox, bu səfər eyni qiyməti vermir. Bu səfər bundan qurtuluruq. Solda 1 alınır. Sağda -1 üstü C alınır. 1 ilə -1 üstü C nə vaxt bərabərdir? Ancaq C cüt olanda. Deməli, ikisinin də cüt olduğunu tapdıq. Onda B'yə 2S, C'yə də 2T yazsaq və bunu sağ tərəfə atıb kvadratların fərqinin vurğularına ayrılışını tətbiq eləsək, 24 bərabərdir 7 üstü T çıxılsın 5 üstü S və 7 üstü T üstü gəlinsin 5 üstü S. Tamam, 2 ədənin hasili 24'dür. Razıyıq ki, bunların pərdisi eynidir. Yəni, bu cütdürsə, bu cütdür, bu təkdirsə, bu da təkdir. Bunu biz bilirik. Hər ikisinin də düz olduğunu da bilirik. Amma ola biləcək variantlar nədir? 1, 24, 2, 12, 3, 8, 4, 6. Niyə başqa variant yoxdur? Çünki bu ədəd bundan balacadır ciddi şəkildə. Dedik 1 ilə 24 ola bilməz, 3 ilə 8 ola bilməz. Çünki biri tək, biri cüt, biri tək, biri cütdür. Bunlar mümkün deyil. Əgər 2 ilə 12 olsaydı, deməli bu 2 olanda, bu 12 olanda ədədlərin cəmi olacaqdı. 2 vurulsun 7 üstü T bərabərdir 14. Biz buradan T1 həllini taparıq. Hətta T1 bərabərdir S-ə. T1 bərabərdir S. Deməli B2, C2, A4 həlli çıxar buradan. 4, 2, 2 həllini tapdıq. Gözəl. Digər halda yoxlayaq. 4 ilə 6-ya bərabər olsalar, onların cəmi eləyəcək. 2 vurulsun 7 üstü T 10'dur. Bunun isə həlli yoxdur. Və biz bundan da A4 həllini də bitirmiş olarıq. Gəlin keçək son halımıza. Son halımız odur ki, A2'yə baxaq. Deməli, bunu da həll elədik. Üstünə x qoyaq, A2 halına baxaq. 6-cı hal A2 halıdır. 2 üstə gəlinsin 5 üstü B bərabər 7 üstü C'yə. Tamam, çox uzağa getməyəcəm. Yenə mod 3, mod 4 ilə tapacam nələri. Mod 3 bizə verəcək. Bu mod 3 bizə maraqlı bir şey verir. 2 üstə gəlinsin. Deməli, 2 üstə gəlinsin -1 üstü B bərabərdir 1'ə. Çünki bu ədəd 1 üstü C'yə, yəni 1'ə bərabərdir. Tamam, bu nə vaxt mümkündür? B cüt olsa 2 üstü gəl 1 3'dür. Xoşuma gəlmədi, ödəmir. Deməli, B tək ədəd olmalıdır ki, 2 çıx 1, 1'ə bərabərdir. Yəni, B tək tapılır. Oxşar məntiqlə mod 4 eləsəniz, bu mod 4, mod 3 bugün bizim həyatımızı qurtardı. Solda veriləcək 3, çünki 2 üstü gəl 1, 3 eləyir, bu 1 verir. Bu isə eləyir -1, -1 üstü C. Mod 4'də C cüt olanda ödəmir, mod 4'də 3'ə bərabər olması üçün C tək olmalıdır. Yəni, C tək. Tamam. C tək, B tək, indi mənim xoşuma gələn bir ifadəyə dönüşəcək. Onu da yazıram. B'nin yerinə 2S plus 1. T'nin yerinə yazaram 2. T'nin nədir? C'nin yerinə yazaram 2T plus 1. Və hər ikisini də yerinə qoyub ayırıram. İfadə sadələşir buna. 2 üstə gəlinsin 25, 5 vurulsun. 5 vurulsun 25 üstü S. Bərabərdir 7 vurulsun 49 üstü T'yə. Tamam. İndi siz burada ziddiyyət axtarıb tapmalısınız ki, məsələn, həlli yoxdur. Hansısa mod yoxlaya bilərsiniz. 3, 4, 5, 6. Mən 16'ya qədər hamısını yoxlamışam. Yəni sizə bunu etiraf edeyim. Heç biri bir ziddiyyət çıxartmır. Bizə maraqlı olan odur ki, məsələdə cavablar nə idi? Yəni
bu məsələnin həllinin olmaması üçün bu problem yaratmalıdır. Bu 25 üstü S problem yaratmalıdır. Çünki biz balaca həlləri bilirik də. Məsələn, B1 ödəyir. B1 ödəyir, bəli. 2 üstü gəl 5, 7 məsələni ödəyir. Və bu hala baxmışıq. Söz nasıl? B1, C1 halına baxmışıq mı? Hətta baxmamışıq deyəsən. Ödəyir. Gəlin o hala baxaq. O halı itirmədən baxaq. Deməli, B1 olanda B1 olsa həldir. Buradan C1 həlli çıxır. Yəni əslində buradan bir dənə 2-1-1 həlli çıxır ortaya. B1 C1 çıxır. B1-dən böyük olanda onda B böyük bərabərdir 3, C böyük bərabərdir 3 çıxar. Bundan razıyıq mı? Çünki B tək ədəddir. B1 ödəyir. B 3-dən böyük olanda C də 3-dən böyük olmalıdır. Çünki C1 olsa balaca olur. İndi bunu nəzərə alanda biz artıq deyə bilərik ki, bu 25 üstü S normal bir ədəddir. Bayaqları S0 idi B1 olanda. İndi 25 üstü S tam bir ədəddir. Yəni S1-dən böyük bərabərdir. 49 üstü T də tam bir ədəddir. Və bunlar problem yaratmalıdır. Çünki məsələyə yeni daxil olan şeylər bunlar idi. Bunlar olmayanda həll var. Amma bunlar olanda həll olmadığını göstərəcəyik. Onun üçün də bu 25-dən qurtulma metodunu işlədirəm. Dediyim kimi, digər modları yoxlaya bilərsiniz ki, işə yaramır. Mod 25 bu məsələni qurtarır. Mod 25-də sol tərəf verir 2, sağ tərəf verir 7 üstü, -1 üstü T. Və bu ədəd verə bilər bayaq gördüyümüz kimi -7 ya da 7 mod 25. Heç biri də 2-yə bərabər deyil. Ona görə məsələn burada həlli yoxdur. Və biz bununla da məsələni bitirmiş oluruq. Niyə? Çünki biz bayaqları məsələyə başladıq. B1, C1-dən böyükdürlər, A böyükdür 5. Bunun əksi olan hala baxdıq. Həlləri tapdıq. Hansı həlləri tapdıq? 3, 0, 1, 2, 1, 0. 3, 0, 1, 1 də tapmışıq. Sonra dedik ki, yəni bunlardan biri ödənməməlidir. İndi bunun ödənmədiyi hala baxaq. Çünki bunların ikisi də ödənəndə həll yox idi. Mod 5-ə görə. A 5-dən kiçik olanda 1, 2, 3, 4-ə baxdıq. 1 olmaz, çünki 1 tək ədəddir. Tək üstü gəl tək cüt ədəd olmalı idi, ödəmir. 2, 3, 4-ə də baxdıq. 3 olanda həll tapdıqmı? Tapmadıq. Problemlər yarandı mod 25-də. 4 olanda həll tapdıq ki, 4, 2, 2 həldir. A2 olanda da həll tapdıq ki, 2, 1, 1 həldir. Gəlin onu da kvadrat alaq. Və bunlar bizim həllərimizdir. Bitişdirək ki, bir-birlərindən aralı durmasınlar. Çox uzaqdadır. Tamam. Bu ikisini də bitiririk. Və 4-dən də həll çıxdı. Mən 3 bilirdim. 2, 1, 1, 4, 2, 2, 2, 1, 0, 3, 0, 1 bizim həllərimiz olar. Bəlkə nə isə səhv hesablamışam. Baxarsınız. Kommentariyada yazarsınız. Əgər səhv hesabladığım bir şey varsa və yaxud da təkrar həll mi var? 2, 1, 1. 1, 0 onsuz da eyni şeydir. Ona görə 2, 1, 0. Ayo, eyni şey deyil. Necə eyni şey ola bilər? A2, 1, 1 ödədi. Tamam. A2, B1 bu 0 nədir? 0 olmamalıdır. Axı bu 1 olmalıdır. Bəli. Problem buradadır. Biz burada C0 alına necə baxmışıq? Pis baxmışıq. C0 olanda bəli bu üzrü sayın. Yəqin ki bu hissəni kəsəcəm. C0 olanda bura 1 olur. Bunun həlli yoxdur da əlbəttə ki. Bunun həlli yoxdur. Üzr sayın. Burasını kəsmiş olacam onsuz da narahat olmayın. Axırda desəz ki, niyə kəsilibdir? Mən burada izah verirəm ki, C0 olanda sağ tərəf 1 olduğu üçün sol tərəf 1-dən kəskin böyükdür, həlli yoxdur. Bu həlləri boş verə bilərsiniz. Biz burada C01 həllini bayaqları tapmışdıq. B0 olanda C1, A3. 3 dənə həllimiz bunlar idi. 301, 422 və 211 məsələnin həlləri olar. Maraqlı bir sual idi. Bəli, aşağı yaş qrupuna görə ən çətin sual olmasının da səbəbi budur. Gəlin keçək yuxarı yaş qrupunun suallarına. Yuxarı yaş qrupunun ilk sualı bu cürdür. X üstü 6 üstü gəl 2 bölü x kubların cəmi bu ədəddən böyükdür. Asan bir isbatı var, heç çox da uzatmayacağam. Biz bu ifadələri yaza bilərik. X kubların cəmi və 2 bölünsün x kubların cəmi. Mənə maraqlıdır. Bu 3xy hardan alınıbdır? Böyük ehtimal ədədi orta, həndəsi ortadan. Gəlin sol tərəfə 1, 1, 1 əlavə edək. Böyük bərabərdir 3x
x, y bunu isbat eləməliyik. Sağ tərəfə də bu birləri əlavə elədiyim kimi burada 3 əlavə edirəm. Bunun səbəbi nədir? Çünki mən bu ədədi orta həndəsi ortadan bunu alacağam. Necə? Əgər x kub üstəgəl 1 bölünsün y kub üstəgəl 1-ə ədədi orta həndəsi orta eləsəm 3x böl y-lərdən böyük olacaq. Sigma ilə yaza bilərəm ki, 3 dənə hədd üçün tətbiq eləyəndə bu 3 dənə hədd üçündə sol tərəfdəki bu ifadələr sağdakılardan böyük olacaq. Bəs yerdə nə qalır? Bu birləri işlətdim, bu x-ları işlətdim, bunların hərəsindən bir dənə işlətdim. Yerdə qalır ki, isbat eləyək. 1 böl x kub, 1 bölünsün y kub, 1 bölünsün z kub. Acaba böyük bərabərdirmi? Sağda da əlavə 3-ümüz var ondan. Sağdakı 3-ü isbat eləmək üçün ortaya bura qoyuram. Çünki buna ədədi orta həndəsi orta tətbiq eləsəniz 3 vurulsun 1 bölünsün x, y, z-dən böyük olar. Ədədi orta həndəsi ortaya görə. X, y, z-i də 1 verməklərin səbəbi ondur ki, bunun yerinə 1 yazanda 3-dən böyük bərabər olduğu isbat olar. Bərabərlik halı bu 3-ü bərabər olanda, yəni x, y, z 1 olanda ödənər. Bu da məsələnin isbatı. Çox rahat bir isbatı idi. Gəlin keçək növbəti sualımıza. Aşağı yaş qrupundakı ilə oxşar bir sual. Gəlin həll edəyək vaxt itirmədən. Yenə qeyd edirəm. 2 üstü a faktorial bərabərdir 1 mod 7. Əgər a böyük bərabər 3 olarsa, bayaqki ilə eyni. D kubda verə bilər hansı modları? 0, 1, 6 mod 7. Tamam. Bu nəzərə almaqla məsələnin hardan sonra həlli yoxdur, gəlin izah edeyim. Əgər A, B, C, gəlin birinci hal yazaq. A, B, C 3-dən böyük bərabər olsalar, sol tərəf bizə verəcək hansı qalığı? 3 bərabərdir D kub mod 7 alınar. Çünki hər biri 1 verəcək. 1, 1, 1 buna görə. Bu da doğru deyil, həll yoxdur. Deməli 3 də 3-dən böyük olanda həll yoxdur. Yəni ən azından bilik ki, bir nöqtədən sonra həll yoxdur. Balaca ədədlər var. Ona görə ədədləri düzürəm böyükdən balacaya kimi. Onsuz da bir dənə həll olsa permutasiyalarda həll olacaq, simmetrik həll olacaq. Onda ümumiliyi pozmadan A böyükdür bərabərdir B böyük bərabərdir C yazaq və burada gəlin C-nin hallarını yoxlayaq. Birinci halla baxaq. C bərabərdir 2 kimi. C2 halına baxmaq daha rahatdır. Əgər C2 halında A və B 3-dən böyük bərabər olarlarsa, onda 2 üstü A faktorial, üstə gəl 2 üstü B faktorial, üstə gəlinsin 4. Verəcək bizə nə? 4 mod 8. Bayaqki ilə eyni qaydadır və bu da fərqlidir nədən? C kubdan. Hansı ki C kub C düzədə olduğu üçün 0 mod 8 verməlidir. Çünki içində 3-dən 2 var. Ödəmədir. Əgər A ilə B 3-dən böyük olarlarsa, onda gəlin deyək ki, heç olsa B 3-dən böyük deyil. Deyək A 3-dən böyük bərabərdir hələ də. Məsələn, B 2-dir. Çünki B C-dən böyük olduğu üçün ən az 2 ola bilər. B 2 olsa yerinə yazaq. Çünki maraqlı bir şey alınır. 2 üstü A faktorial üstü gəl 8. İndi mən bunun həllinin olmadığını göstərmək üçün yenə qayıdıram mod 7 qaydama. Sol tərəfə mod 7-də baxsam bu ədəd 1 verir. Çünki 3-dən böyük bərabərdir. Bu ədəd 2 mod 7 verər. Hansı ki fərqlidir C kubdan. Çünki C kub 0, 1, 6 verə bilər. Həll olmadı. Onda belə çıxır ki, A-da mı kiçikdir? Yəni A 3-dən böyük ola bilmir. Ən azından B2 alanda. B 1 ola bilmir. 3-dən böyük ola bilmir. B2-ni saxlayıram. A2-yə baxıram. B2-yə baxıram. O zaman 4, 4, 4, 12 onsuz da C kub ola bilmir. Və biz buradan tapırıq ki, C2 olanda 3 dənə halımız var. İkisinin də A-B'nin 3-dən böyük olduğu, B-nin 2, A-nın 3-dən böyük olduğu, A-nın 2, B-nin 2 olduğu hal, başqa hal yoxdur. Heç birində də həll ortaya çıxmır. Bu birinci halımız idi. İndi gəlin C1 halına baxaq və məsələni bitirək. C1 olanda yenə oxşar məntiqlə A-B böyük bərabərdir 3 fərz edirəm. 2 üstü A faktorial üstə gəl 2 üstü B faktorial üstə gəlinsin 2. Yenə mod 7-də, mod 8-də də baxıram. Bu verir bizə 2 mod 8 və C dedik ki 2-yə bölündüyü üçün bu fərqlidir C kubdan. Yəni C kub 8-də tam bölünür. C cüt olduğundan. Həll yoxdur. Oxşar məntiqdən indi 2 hala baxırıq. A 3-dən böyük bərabər olsun. Bu səfər B2 olsun.
B1-ə baxsaq daha yaxşı olar bəlkə də B1-lə başlayaq. 2 üstü A faktorial üstə gəlinsin. 2 üstə gəl 2 4. Biz bunun bayaq həllinin olmadığını göstərdikmi? Yox. Eyni şey deyil. Amma yenə də mod 8-də bu verəcək 4 mod 8 və yenə həlli olmayacaq eyni səbəblərdən. Onda gəlin A böyük bərabərdir 3, B bərabər 2 alına baxaq. B2 olanda bu səfər 2 üstü A faktorial üstə gəl 6 alınır. Yenə bu da verəcək 6, mod 8-də həll olmayacaq. Çünki sol tərəf yəni 8-ə bölünməlidir. Necə olur olsun, sağ tərəf cütdür. Onda belə çıxır ki, A-da problem var. Hər ikisinə deyəsən təzədən baxmalıyam. B1 olanda A2 halına baxmalıyam. Bir də hətta B1 olanda A1 halına və A2 hallarına baxmalıyam. Əgər B1 A1 olarsa, hər bir ədəd 2-yə bərabər olur. Sol tərəf 6 olur. Fərqlidir C kubdan. B1 A2 olanda sol tərəf 8-ə bərabər olur. C yox, daha doğrusu D demək istəyirəm. Hər bir ədəd D olmalıdır. Bayaqdan C yazırdım. Buradan tapılır D2. Deməli, həllərdən biri nədir? 2 dənə ədəd 1 olur. Üçüncüsü 2 olur. Yəni 1, 1, 2 və 2-nin permutasiyaları. Yəni bu sabit qalmaqla bunun permutasiyaları 1, 2, 1 və 2, 1, 1 həllərdir. Çünki biz simmetrikdə məsələ ABC-nin yerini dəyişə bilərik. Deməli, birinci həll çoxluğunu tapdıq. Tamam. Bir də dedik ki, burada B2 olanda A2 halına da baxaq. B2 olanda A2 olarsa 2 üstü 2, 4. 4 üstü gəl, 4 üstü gəl. 2, 10 eləyir. 10 da fərqlidir D kubudan. Bu da mümkün olmaz. Və bununla da biz bütün hallara baxmış olduq. Məsələnin başqa həlli yoxdur. 1, 1, 2 və onun permutasiyaları bizim axtardığımız cavabdır. Yəni, məsələn, 3 dənə həlli var. Həndəsə sualını həll edirik. Keçək növbəti sualımıza. Gəlin baxaq yuxarı yaş qrupunun və bütün olimpiyadanın ən çətin sualına. Həndəsi kombinatorika sualıdır. Deyir ki, düzgün qabarıq 2021 bucaqlı veribdir. Diaqonallarını bir-biri ilə kəsişmədən 2019 üst bucağa ayrılıbdır. Yəni, bu qabarıq 4 bucaq 2021 bucaqlı 2019 üst bucağa ayrılıbdır. Artıq heç nə qalmayıb və diaqonallar işlədilib. Bir-birlərini kəsmirlər. Kəsmirlər deyəndə təpə nöqtələri xaric, yəni təpə nöqtələrində kəsişə bilərlər. Bir təpədən 2 dənə diaqonal falan çıxa bilər. Deyir, isbat edin ki, bu bucaqlardan ən az 3-ü bərabər yanlıdır. Şəkili təsəvvür edə bilməyənlər üçün 5 halına baxaq. Yəni, balaca hallardan 5 halı budur. Yəni, 5-i neçə yerə bölməliyik? 5 isə 3 bucağa bölməliyik. 3 bucağa bölmənin bir dənə yolu var, o da budur. Məsələn, burada şərt ödənir. Çünki bununla bu bərabər yanlıdır, bununla bu bərabər yanlıdır və bu diaqonallar bərabərdir. Daha sonra 7 halına da baxa bilərsiniz, ancaq təklərdə işləyir bu məsələ. İşimizə görə elə təsəvvür edin ki, düzgün 7 bucaqlıdır bu. Bunu 3-dən neçə yerə bölməliyik? 7 isə 5 yerə bölməliyik. Məsələn, qeyri-adi hallardan biri budur, budur və budur. Fikir versəniz, burada bir dənə də 3 bucaq lazımdır. O da bu olsun deyək. Bu bərabər yanlıdır, bu bərabər yanlıdır və digər bərabər yanlı olanda bu iki diaqonalın bərabərliyidir. Hansı ki 3 dənə bizə bərabər yanlı 3 bucaq verir. Tamam. Bu məsələmizin başlanğıc nöqtəsidir və intuisiyada verir ki, sizə istənilən halda bu 2 dənə 3 bucaq yaranmalıdır. Yəni iki tərəfi çoxbucaqlının tərəfi olan 3 bucaqlar. Yəni 2 dənə tərəfi var, çoxbucaqlının 2 tərəfini işlədir və məsələnin üçüncü cavabı da 2 dənə diaqonalı bərabər olan 3 bucağı tapmaqdır. Bu bizim intuisiyamızdır. İndi məsələnin isbatına gələk. Mənim riyaziyyat müəllimim buna maraqlı bir həll paylaşmışdı ingilis dilində və göyərçin yuvasını istifadə eləmişdi. Həmçinin başqa bir dənə də həll var idi. Mənim təklif edəcəyim həll isə onlardan fərqli bir həldir və həmin həlli sizə burada izah edib YouTube-a qoyarkən özüm də gedib orada yazıb post kimi paylaşacağam. Mənim həllim də deməli 2021 bucaqlıdır. Biz 3 dənə 3 bucaqdan danışa bilərik. Yəni çox bucaqlı var deyək ki. Yaxşı çəkək bunu. Deyək ki, burada görüşürlər. Bu çox bucaqlıda yarana biləcək 3 tip 3 bucaq var. Birinci tip odur ki,
birinci tipə x2 deyirəm, yəni sayı x2 olsun. Hansı ki, üçbucağın 2 dənə tərəfini istifadə edir. Yəni çoxbucaqlının 2 dənə tərəfini istifadə eləyir. Çoxbucaqlının 2 tərəfini istifadə eləyir. İkinci tip, onların sayını x1 ilə işarətləyirəm. Sadəcə çoxbucaqlının bir tərəfini istifadə eləyir. Məsəl üçün, bu üçbucaq çoxbucaqlının bir tərəfini istifadə eləyir. Baxın, o da bu tərəfdir. Digər ikisi də diaqonaldır. Diaqonalın köməyini almaqla. Üçüncü tip isə x0 deyirəm. Onlar isə heç bir tərəfi istifadə eləmir. Yəni, məsələn, belə bir şeydir. Belə bir üçbucaqdır. Qalan poligonlar özü üçbucaq yarada bilər. Amma bu üçü də diaqonaldan əmələ gəlmə bir üçbucaqdır və məsələmizə yer alır. Deməli, bizim yaratdığımız üçbucaqlar bu üç tipdən asılıdır. Bu iki tərəf işlədir. Ona görə x2-dir. Bu bir tərəf işlədir. Bu isə 0 tərəf işlədir. O zaman biz bir dənə sistem tənliyi əmələ gətirəcəyik. Üçbucaqların sayı nə qədərdir? 2019 üçbucaq var. Deməli, x0 üstəgəl x1 üstəgəl x2 nəyə bərabərdir? 2-yə çıx 1-ə. Yəni, məsələni bacardığımız qədər həndəsədən ədədlərə yendirə bilsək, mənə həm daha xoşdur ədədlərlə işləmək, həm də ki, daha rahat isbat tapa bilərik. İkinci məsələ odur ki, işlənilən tərəf sayı. 2021 tərəfin 2021-in hamısı da işlənməlidir, düzdürmü? Bütün üçbucaqlara bölünübdür. Onda işlənən tərəf sayı nədir? x2 dənə üçbucağımız var, hansı ki 2 tərəf işlədib. Onda 2 dənə x2. x1 dənə üçbucağımız var ki, bir tərəf işlədib. O da eləyir. Üstəgəl 1 vur x1 yazaq. Bir də üstəgəl 0, hansı ki 0 dənə tərəf işlədib. Və bu tərəflərin sayı ümumi nə qədər işlənmiş olmalıdır? 2000 plus 1 dənə. Yəni 2000 plus 1 dənə tərəfi işlədən bunlardır və onun cəmi bərabər olmalıdır. Bu sistem tənlikdə alt-alta çıxsaq, altdan yuxarı çıxsaq, maraqlı bir şey alınır. x1-lər gedir, x0 qalır, x2-nin biri də gedir, qalır x2 çıxılsın, x0 bərabərdir 2 və biz buradan maraqlı bir şey tapırıq. x2 bərabərdir, x0 üstəgəl 2-yə. İndi buradan çıxan, bu çox önəmli bir məlumatdır. Buradan çox maraqlı bir nəticə çıxır ortaya. x2 nədir? İki tərəfi də bizim düzbucaqlının, çoxbucaqlının tərəfini istifadə edən üçbucaqlar. Və bunlar razısınız ki, bərabər yanlıdır. Bərabər yanlıdır. Və x2 bərabərdir x0 üstəgəl x2 tənliyində əgər x0 böyük bərabər 1 olsa, məsələ bitər. Məsələ bitər. Səbəbi nədir? Çünki bu zaman x2 böyük bərabərdir 3 olar. Deməli, 3 dənə bərabər yanlı üçbucağımız olar və bu da bizim axtardığımız cavab olardı. Onda buradan cəmi bir dənə hal çıxır ortaya. O da məcburdur ki, x0 bərabər 0 olsun və x2 bərabər 2 olsun. Hansı ki, bizim başlanğıcda dediyimiz bu iki haldakı kimi, yəni bu 2 dənə üçbucaq olsun, bu 2 dənə üçbucaq var olsun, yəni məcburdur. Bunlar var olmasa mümkün deyil. Və üçüncü axtarıb tapmalı olduğumuz şey odur ki, 2 dənə diaqonalı bərabər olan üçbucaq var. İndi bu çətin hissəsidir. Ona görə mən məsələyə belə başlayıram. Deyək, həmin o 2 dənə üçbucağı qoyaq. Belə, bu formada. Çoxbucaqlının hansı hissəsində təşkil olunub bilmirik. Qarşı-qarşıya da ola bilərlər. Lazım olsa bir təpədən də çıxmış ola bilərlər. Fərqi yoxdur. Mənə maraqlı olan bu sahədir. Baxın. Bu, çoxbucaqlının bu sahəsidir ki, görən burada nə baş verir? Yəni, burada yaranan üçbucaqlar mənə maraqlıdır. İndi gəlin yerimizi açaq biraz, çünki biraz daha çox yer istəyirəm. İndi əvvəlki fiqura fikir versəniz, bu üçbucaqlar yan-yana düzülüblər. 1, 2, 3. Sonra, məsələn, burada da 1, 2, 3, 4, 5. Bunun başqa halı da ola bilər bu arada. Yəni, məsələn, bu formada da ola bilərdi ki, 4, 5 ola bilərdi. İndi, siz razısınız ki, bu üçbucaqların hər biri ortadakılar. Bu formada bir tərəf işlədir. Məsələn, bu bir dənə tərəf işlədib. Sonra, məsələn, bu tərəf işlənilibdir bu formada və yaxud da başqa bir şey baş verib. Bu tərəf işlənib bu formada, sonra bu tərəf işlənibdir bu formada. Yəni, burada yaranan üçbucaqlar hansısa bir qanuna uyğunluğu izləyirlər, düzdürmü?
Niyə silə bilmirik? Hə, çünki belə bir şey baş veribdi. Tamam, gəlin bunu silək. Yəni bu üçbucaqlar bir-birinə bitişəndə bir tərəf məcburdur işlənsin və o diaqonal digər təpə ilə birləşir və belə-belə istifadə olunur. Və yaxud da 2 dənəsi ilə də birləşir, ya 3 dənəsi ilə birləşir. Əsas odur ki, ardıcıllıqla belə üçbucaqlar var və bu gedib çıxır hara qədər? Axırıncı sadə üçbucağımıza, yəni primitiv üçbucaq deyək buna. Bu primitiv üçbucağa çatana qədər bu gedir. Mənə maraqlı olan şey bu diaqonalların uzunluqlarıdır. Bax bu diaqonal, bu diaqonal, bu diaqonal, bu diaqonal. Belə-belə gedir, çatır bu diaqonal qədər. İndi mən isbat edəcəm ki, bu diaqonallardan 2 dənəsi bir-birinə bərabərdir. Diaqonal uzunluğu deyə bir şeydən danışacağıq. Diaqonal uzunluğu, məsəl üçün, bir təpə ilə iki təpə arasındakı ən qısa məsafə diaqonal uzunluğu olsun. Diaqonal uzunluğu. Diaqonal uzunluğu. Diaqonal uzunluğu nə deməkdir? Məsəl üçün, bu bizim sadə üçbucağımızda bu diaqonalın uzunluğu 2 olur. Səbəbi nədir? 2 də yaza bilərsiniz, D2 də yaza bilərsiniz. Çünki 2 tam ədəddir, bəlkə kimsə çaşdıra bilər. Mən D2 yerinə 2 yazıram. Yəni rahatlıq üçün ki, paya düşülsün. Əgər bu 2 olsa, fikir verin, bu diaqonalın uzunluğu neçə olacaq? Bu təpədən bu təpəyə çatmaq üçün ən qısa yol budur və neçədən tərəf keçmiş olur? 1, 2, 3 dənə tərəf. Deməli, bu diaqonalın uzunluğu 3 olacaq. Məsələn, bu təpədən buna gələndə bu diaqonalın uzunluğu 4 olacaq, 5 olacaq və s. Və diaqonalın uzun tərəfini istifadə elədiyimiz üçün, yəni məsələn, daha qısa tərəfini istifadə elədiyimiz üçün 2, 3, 4 belə gedir. Yəni məsələn, burada 2000 neçə alınacaq? Onu demirəm. 2009 alınır, 2010 alınır və s. Onu demirəm. Tamam. Bəs yaxşı. Nə bilirik ki, 2 dənə diaqonal bir-birinə bərabərdir? Bunu tapmanın çox rahat yolu var. Biz 2-dən başladıq, yəni primitiv üçbucaqdan başladıq və 2-də qutaracağıq. 2-də qutaracağıqsa, bu diaqonalların uzunluqları 2, 3, 4, belə-belə arta-arta gedəcək. Bu gəlib çatacaq 1010-a. 1010, sonra bir də 1010 olacaq, sonra başlayacaq yenməyə. 1009, 1008, belə-belə 2-yə qədər. 3, 2. Və 1010 olacağından əminəm. Səbəbi nədir? İzah edeyim. Tamam. Məsələn, bu diaqonalın uzunluğuna baxaq. Neçə dənə tərəfimiz var çoxbucaqlının? Məsələn, bu 2 tərəfdir. Məsələn, bu nöqtə ilə bu nöqtə arasındakı məsafə tərsdən getsək neçə olar? 2019 olar. Düzdür? Deməli, diaqonalın uzunluğu biri 2-dir, biri 2019-dur. Mən ən balacanı seçdiyim üçün buna 2 uzunluq demişəm. Bu 3-dürsə, həm də bərabərdir 2018 uzunluğuna. Bu belə-belə gedir. Deməli, mənim diaqonallarım bir-bir arta-arta gedir. Onda mən bilirəm ki, L 2021 çıxılsın I bərabərdir LI. Yəni, diaqonalımın uzunluğu, İ'ninci diaqonalın uzunluğu 2021 çıx İ'dir, həm də İ'yə bərabərdir bu səbəbdən. Çünki bu 2-dir, həm də 2019-dur, 3-dür, 2018-dir, 4-dür, 2017-dir. Bu, belə düşəcək axır qədər, nə vaxta qədər? 1010-a qədər. Çünki 1010-un uzunluğu 1011 olacaq. 1011 olacaq. Çünki cəmi eyni olmalıdır. L1010 L1011-ə bərabərdir. 1010-dan bir dənə yuxarı qalxanda, deyək ki, məsələn, yenməklə getməmisiniz. 1011-ə qalxanda 1011 zaten L1010-a bərabər olacaq. Və bu qayda mütləqdir ki, ödənilsin. Çünki sizin diaqonal qanununuza görə hər bir diaqonalın uzunluğu bir-bir artır. Çünki hər biri bir dənə artıq tərəf istifadə edir. Baxın, əlavə bir dənə tərəf gəlir, bir dənə tərəf gəlir. Yəni, yolun uzunluğu ancaq bir dənə tərəf artır. 2 dənə arta bilməz. Çünki biz demişdik ki, 0 tərəfli olan diaqonallar yoxdur. Məcburdur ki, onlar arasında bir dənə tərəf olsun. Belə çıxır ki, bizim diaqonallar ardıcıl olaraq bir-bir artır. Biz 2-dən qalxırıq yuxarı, sonra yeniriksə aşağı 2-yə. Məcburdur ki, 2-dən bərabər diaqonal olsun. 2 bərabər diaqonal. Səbəbi də odur ki, həmin diaqonallar hətta məcburdur ki, L
1010 olsun. Yəni 1010-cu diaqonal olmaq zorundadır. Niyə başqası yoxdur? Məsələn, belə bir arqument çıxa bilər ki, məsələn deyək 1009 gəlib, 1009 gəlib, 1010 gəlib, 1010 olmaq zorundadır. Yəni bunun bir başqa variantı yoxdur. Sonra 1009 niyə gəlmir? Yəni bunu soruşa bilərsiniz. Çünki burada heç bir iki diaqonal bir-birinə bərabər deyil və yan-yana deyil. Amma belə bir konfigurasiya mümkün də deyil. Çünki bir diaqonalın uzunluğu ən çox 1010-dur. 1011-dir daha doğrusu. Yəni 1010 desək daha yaxşıdır. Çünki bizim diaqonal uzunluğu nə idi? Ən balaca məsafə. Ən balaca məsafəmizdə 1010-dur. Çünki 1010 1011-ə bərabərdir. Niyə 1010 1011-ə bərabərdir? Çünki bir diaqonalın uzunluğu bir tərəfdən 2-dirsə, digər tərəfdən 2021 çıxılsın 2-dir. Yəni ədədlərin cəmi 2021 eləmək zorundadır. Və bu diaqonallar bu formada gedir. Başqa bir konfigurasiyada ola bilməz. Və belə bir hal niyə yoxdur? Çünki burada diaqonalların sayı az olacaq. Bəli, buradakı diaqonalların sayı az olacaq. Amma buradakı diaqonalların sayına baxsaq, neçə edir? 2-dən 1010-a qədər ədədlər, 1010-dan 2-yə qədər ədədlər. Yəni bu konfigurasiyada bu qədər diaqonal olmaq zorundadır. İstəsəniz isbatını çox rahatlıqla edə bilərsiniz. Mən qeyd eləməyəcəm. Amma yəni başa düşülən bir həldir ki, bundan başqa həll yoxdur. Yəni bu hala baxsanız, diaqonal sayı az olacaq deyərsiniz. Məsələn, imtahandasınız. Ona görə də məsələnin şərtin ödəməyəcək. Yəni məcburdur ki, 1010 1010 olsun. Yəni 1010-a çatmasa, deyə bilərsiniz ki, məsələn, bəlkə 1010-a çatmır müəllim. Onda 1009-a çatmış olacaq ən çox. Amma 1009-a çatsa yenə də diaqonal sayı bəs eləmir ki, siz bunu üçbucaqlara ayırasınız. Və yaxud da hesablaya bilərsiniz. Yəni neçə dənə diaqonal məcburdur ki, bu fiquru üçbucaqlara bölsün. Çox maraqlı bir sual idi. Əgər aydın olmayan bir hissəsi olarsa, kommentariyada yaza bilərsiniz və yaxud da hansısa bir səhv görürsünüzsə, yazıb aydınlaşdıra bilərsiniz. Çox maraqlı bir sual idi və maraqlı bir həlli var idi. Gəlin keçək son sualımıza. Gəlin baxaq son sualın həllinə. Çox əddi bərabərlik verilibdir. Deyir ki, tamamilə sıfır olmayan həqiqi əmsallı çox ədlər tapın ki, bu bərabərliyi ödəsin. Tamam. Ən rahat polinomlarda baxdığımız hal nədir? Çox əddi birdən sabit olsa nə olar? Yəni px əgər c olsa, yəni bir sabit ədəd olsa, məsələmiz dönüşəcək. C kub üstə gəl 3c kvadrat bərabərdir. C çıxılsın 3c-yə. Bunu sol tərəfə atıb vuruqlarını ayırsanız, görərsiniz ki, bu ifadə dönüşəcək nəyə? C vur c plus 1 vur c plus 2 bərabər 0. Mən rahatlıq olsun deyə, çünki həllimiz uzundur. Bunu qısa yazıram. Və c 0 ola bilməyəcəyinə görə, çünki sabit 0 olmayan polinom soruşur. Biz buradan taparıq ki, çoxhədli ya mənfi 1 olsa sabit ödəyir, çoxhədli olsa mənfi 2 şərti ödəyir. Tamam, onda gəlin çoxhədlinin sabit olmayan həllərini axtaraq. Bir dənə faktı qeyd etmək istəyirəm. Əgər bir çoxhədli digər bir çoxhədliyə bərabərdirsə, o zaman o çoxhədlilərdə, məsələn, birinin əmsalı an x üstü n-dirsə, x üstü n-in əmsalı an-dirsə, digərində bn x üstü n-dirsə, bu bərabərliyin ödənməsi üçün məcburdur ki, an bərabər bn olsun. Bu, təməl çoxhədlilərin bərabərliyi düsturudur. Mütləq ki, ödənməlidir. İndi bunu istifadə edib həllimizi davam etdirə bilərik. Deyək ki, bir çoxhədlimizin əmsalı olsun n və bu n birdən böyük bərabər olsun. Tamam. Və gəl baş əmsallara baxaq. Məsələn, baş əmsalımız px-in baş əmsalı olsun an x üstü n. Tamam. Sol tərəfdə var, bəli, sol tərəfdə an kub var, x üstü 3n-dir. Sağ tərəfdə bunu ödəyəcək belə bir dostumuz da var, hansı ki, yenə an, bu səfər x üstü 3n-dir. İndi bunlar bərabərdirsə, buradan bir nəticə çıxır. Sol tərəfdəki baş əmsal an kub x üstü 3n-dir. Sağ tərəfdəki baş əmsal isə buna tay olan isə an x üstü 3n-dir. Buradan nəticə çıxır ki, bayaqki qaydaya görə bunlar bərabər olmalıdır. an-i sola keçirəndə an vurulsun, an çıxılsın 1, an üstü gəl 1 alınır. Yəni buradan nəticə çıxır ki, baş əmsalımız nə ola bilər? Bu 0 olmalıdır.
bizim baş əmsalımız AN bərabərdir plus minus 1 ola bilər ancaq. Gözəl. İndi davam edək. Maraqlı söhbət bundan sonra başlayır. Baş əmsalda problem tapılmır, problem digər əmsallarda tapılır. Onda mən Px-ə bir dənə deyirəm, baş əmsal, yəni AN x üstü n üstü gəl bir Qx. Və bu Qx-in dərəcəsi olsun R. Mən göstərəcəm ki, heç vaxt belə bir Qx ola bilməz. Bunun dərəcəsi 0 olmalıdır. Bunu isbat edəcəm. Sol tərəfdə ikinci ən böyük əmsal kimdən gələcək? Bundan gələcək. Gəlin yazaq yerinə. Sol tərəfdə AN x üstü n üstü gəl Qx-in kubu. Sol tərəfdə ən böyük əmsalı yazdıq. A x üstü 3n-in əmsalı idi. İkinci ən böyük əmsal isə gələcək ikinci həddən. Hansı ki, bərabərdir nəyə? 3an kvadrat x üstü 2n vurulsun Qx-dan. Və Qx-in də dərəcəsi nə idi? R. Deməli, bu ifadənin soldakı ən böyük ikinci dərəcə nə olacaq? X üstü 2n üstü gəl R. Gözəl. İndi gəlin eyni məntiqdən sağ tərəfdə araşdıraq. Ən böyük əmsalı verəcək adam kimdir? Budur. Yəni, buna baxa bilərsiniz ki, verməyəcəkdir. Bu daha böyük əmsal verir. Px kubunun verdiyi əmsal nədir? Px kubunun yerinə yaza bilərəm. AN x üstü 3n üstü gəlinsin Qx kub. Q'nun dərəcəsi, yəni bu ikinci ən böyük əmsal bu verməlidir. Bunun baş əmsalıdır da. Bunun verdiyi əmsal isə 3R-dir. Və əlbəttə ki, buradakı ən böyük ikinci əmsal budur. Buradakı ən böyük ikinci əmsal budur. Rahatlıqla göstərə bilərsiniz ki, bununla bu balaca əmsal verirlər. Bəs yaxşı, ikinci ən böyük əmsallar bir-birləri ilə uyuşurlarmı? X üstü 2nr. Burada bunun əmsalı 2n plus r-dir. Burada isə 3r-dir. Görən bunlar bir-birinə bərabər ola bilərmi? Xeyr. Çünki 2n üstü gəl r ciddi şəkildə 3r-dən böyükdür. Səbəbi nədir? Bunu əgər sağa keçirib 2-yə bölsəniz, n-dən böyük çıxar. Bu da doğrudur. Çünki r, n-dən sonra gələn ən böyük ikinci dərəcədir. Bu n-1 də ola bilər, n-2 də ola bilər və s. Belə çıxır ki, onda belə bir bərabərlik ödənə bilməz. Onda ikinci gələn ən böyük əmsal nə olmalıdır? Yəni, n, n-1, n-2, n-2 heç biri ola bilməyəcəyindən Qx sabit ədəd olur. Səbəb bundan ibarətdir. Yəni, çünki Qx-in biri gedəndə, məsələn, baş əmsal sıfırlananda bunların bərabər olmalı. Axı, məcburdur ki, bunun ifadəsi, məsələn, burada yaranıbdır. an-1 vurulsun x üstü 3r. Bu ədədlə bu ədəd bərabər olmalıdır. X üstü 3r və x üstü 2n plus r-in əmsalı, yəni bu ədəd bərabər olmalıdır. Amma bərabər ola bilməyəcəyindən bunlar ikisi də sıfırlanır və Qx-in baş əmsalı itir. Yəni bunun bir baş əmsalı varsa belə, həmin baş əmsal itir. Həmin baş əmsal itəndən sonra bütün əmsallar bir-bir itir. Bir dənə sabit funksiya qalır. O da c-dir ki, birazdan görəsiniz ki, həmin c ödəyir. Onda bizim Px polinomumuz nəyə dönüşdü? an x üstü n üstü gəl c. Və biz burada danışdıq ki, an nədir? Plus minus 1 ədədidir. Daha sonra digər əmsalları tapa bilərik. Deməli, yerinə qoyuruq. Gəlin bu ifadəni yerinə qoyaq və an ilə c-ni tapsaq məsələ bitir. an və yaxud da an-ə a deyək, rahatlıq üçün. X üstü n üstü gəl c-nin kubu sol tərəfdə üstü gəlinsin 3 ax üstü n üstü gəl c-nin kvadratı bərabərdir a x üstü 3n üstü gəl c çıxılsın 3 vurulsun a vurulsun mənfi 1 üstü n x üstü n üstü gəl c. Tamam, burada bir mənfi 1 üstü n söhbəti var. Yəni n haqqında bir məlumat da tapacağıq deməkdir bu. Əgər bu ifadə açıb hamısını sol tərəfə yıxsaq, buradan alınacaq ifadə bu formadadır. Daha doğrusu sol tərəfdə alınan ifadə biraz qəribədir. Sol tərəfdə alınan ifadəni sadələşdirəndə x üstü 3n, mən birbaşa halını yazıram rahatlıq olsun deyə. 3 c üstü gəl 1 x üstü 2n üstü gəl 3 ac c üstü gəl 2 x üstü n
və c kvadrat vurulsun c üstü gəl 3. Bu bizim ifadənin sol tərəfidir. Sağ tərəf isə bundan ibarətdir. A x üstü 3n çıxılsın 3a mənfi 1 üstü n x üstü n çıxılsın 2c. Tamam. Deməli, bu ifadələri müqayisə eləyəndə birinci əmsallar bir-birinə uyur. İkinci əmsallar isə bir-birinə uymur. Yəni, burada x üstü n gəlir, burada x üstü 2n gəlir. Deməli, burada biz c haqqında məlumat tapırıq ki, c nə olmalıdır? Yəni, bu əmsal sağ tərəfdə 0 olduğu üçün c bərabərli mənfi 1 tapılar. Oxşar məntiqlə x üstü n-in əmsallarını müqayisə edəsək, məsələn, x üstü əmsalı burada budur. Burada isə 3a üstü mənfi 1 n-dir. Gəlin yazaq. C-nin yerinə mənfi 1 yazılır. Mənfi 1, bir də mənfi 1, müsbət 1 alınır. Burada mənfi 3a bərabərdir mənfi 3a vurulsun mənfi 1 üstü n tapılar. Bu bərabərliyin ödənməsi üçün mənfi 3a'lar gedir və bu ifadə nə olmalıdır? Solda müsbət 1 qalır, sağda da müsbət 1 qalması üçün n cüt ədəd olmalıdır. Yəni 2n formasında ədəd olmalıdır. C-ni tapdıq. A haqqında bir məlumat tapa bilmədik. A haqqında məlumatımızı tapmışdıq. Çünki A-mız nə idi? Plus minus 1 idi. İndi biz bu tənliklər həlli ödəyirmi? Bəli, bu tənlikləri əgər yerinə qoysanız, görərsiniz ki, hər ikisi də çox hədlini ödəyir. Yəni, px bərabərdir x üstü 2m çıxılsın 1. C-ni mənfi 1 tapmışdıq. A müsbət 1 olduğu halda. Bir də px bərabərdir mənfi x üstü 2m çıxılsın 1. Məsələnin digər 2 sabit olmayan həlli olar. Çünki biz bunları yerinə qoyub zaten açmışdıq. A ilə x-in c-nin yerlərinə qoysanız görərsiniz ki, bərabər olarlar bir-birlərinə. Ən azından c ödəyir. Yəni, məsələn, burada da ödəyir. Məsələn, bu 1-dir, bu 2-dir, bu da 2-dir, ödəyir. Bunları zaten bərabər elədik, ödəyir. Bunu 0 elədik, ödəyir. Bunlar da bir-birinə bərabərdir, ödəyir. Deməli, çox hədlinin 2 dənə də əlavə həlli var. Bunlardır. 2 dənə də sabit həlli var. Onlar da P-1 ilə P-2-dir. İzlədiyiniz üçün bura qədər təşəkkürlər. Çox maraqlı suallar idi. Zəhmət olmasa imkan daxilində videonu paylaşın, bəyənin və komment atın. Abunə də olun. Çünki bunlar sizin digər videonuzun daha tez gəlməsi üçün önəmli faktorlardır. Təşəkkürlər. Gələn videoda görüşmək üzrə.